Donald Trump bu günlərdə belə bir açıqlama vermişdi ki, İranın blokadası, yəni Hörmüz boğazından söhbət gedir və digər sanksiyalardan söhbət gedir. Bu təxminən bir gün ərzində İrana 500 milyon dollar itirmək bahasına başa gəlir. Amma biz gəlin görək, təkcə itirən İran tərəfidirmi? Xeyr. Burada Amerika Birləşmiş Ştatları da böyük itkilərə məruz qalır. Körfəz ölkələri, Ərəb ölkələri, hətta uzaq Çin artıq görürsünüz, hərbi ritorika ilə danışmağa başlayıb, hərbi dillə hədələmə metoduna keçibdir. Yəni burada əlbəttə ki, bütün tərəflər itirir. Əgər İran gün ərzində milyonlarla dollar itirirsə, buna paralel olaraq Amerika Birləşmiş Ştatlarında qazın qiyməti katastrofik formada qalxır. Yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır və əgər bugün hansısa bir tərəf itirirsə, digər bir tərəf də itirir. Ona görə də konkret məsələnin təbiidir ki, iki yol var. Ya danışıqlar masasında məsələ həllini tapmalıdır, tərəflər razılığa gəlməlidir ki, bu mümkün görünmür. Çünki yenə də qeyd etmək istəyirəm ki, olduqca həlli mümkün olmayan tələblər səsləndirilir və bu həm İran tərəfindən, həm Amerika tərəfindən qəbul edilməyəcək. Hətta İranın və yaxud da Amerikanın milli maraqlarına konkret zidd olan məsələlərdir ki, bu məsələlər danışıqlar masasında həllini tapmayacaqdır. Ona görə də böyük ehtimalla tezliklə biz hərbi əməliyyatların ikinci fazasının, ikinci mərhələsinin şahidi ola bilərik. Və bunu biz təəssüf hissi ilə vurğulayırıq ki, əgər danışıqlar masasında hər hansısa bir nəticə əldə olunmasa, düzdür, bugün vasitəsi kimi Pakistan və yaxud da digər ölkələrdə təzyiqlər göstərirlər ki, məsələ sülh yolu ilə həll olunsun. Hətta bilirsiniz ki, İranın Xarici İşlər Naziri dünən Rusiya səfər etdi və Vladimir Putinlə təxminən saat yarımlıq görüş keçirdi və bu görüşdə də müəyyən pərdarxası bir çox məsələlər müzakirə olundu. İran yenə də Rusiyadan müəyyən dəstək almağa çalışır bu məsələlərdə. Ona görə də təbiidir ki, Rusiyanın başı bugün Ukrayna cəbhəsində qarşıdır, amma yenə də Rusiya ilə İran çox yaxın müttəfiq olduğu üçün, yaxın strateji münasibətlər qurduğu üçün bu məsələdə Rusiyanın da böyük təsiri və yaxud da təzyiqi ola bilər. Sahil bəy, İranın Amerika Birləşmiş Ştatlarına ötürdüyü son təkliflər paketi ki var, əsas 3 mərhələli prinsipdən söhbət gedir. Ağ Evdən gələn məlumatlara görə bu Donald Trumpı qane eləmir. Burada qane etməyəcək hansı detallar var? Hörmüz boğazının birinci açılması tələb olunur. Budurmu Trumpı sıxan? Yoxsa başqa bir bizim bilmədiyimiz və təhlil etmədiyimiz detallar var? Ümumiyyətlə, İran elə danışıqların ilk günlərindən bir neçə çox ciddi və sərt tələblər irəli sürübdür. Bu tələblərdən əsas tələblərdən biri Hörmüz boğazında konkret İranın üstünlüyünü təmin etməkdir. Yəni, İran çalışır və tələb edir ki, Hörmüz boğazını konkret olaraq özü idarə edəcəkdir və burada digər güclərə, digər 3-cü, 4-cü ölkələrə heç bir yer olmayacaqdır. Burada yəni söhbət iqtisadi dividendlərdən söhbət gedir. Əsas ikinci məsələ ondan ibarətdir ki, İran bugünə qədər müharibə dövründə Amerika Birləşmiş Ştatlarının İrana vurduğu hərbi, strateji, belə deyək, infrastrukturla bağlı olan itkilərin təzminatını almağa çalışır. Bu da Amerika Birləşmiş Ştatlarından konkret rədd edilsə də, amma sonra Donald Trump belə bir təkliflə çıxış etdi ki, biz iqtisadi fond yaradacağıq və bura bir neçə milyard dollar pul verəcəyik. Yəni, bu dolayısıyla İrana təzminat kimi başa düşülə bilər. Amma digər məsələlərdən biri də təbiidir ki, beynəlxalq təminat məsələsidir. Yəni, İran konkret olaraq çalışır ki, həm Amerika Birləşmiş Ştatlarından, həm də dünyanın bir çox nüfuzlu, nəhəng gücə malik olan ölkələrindən və yaxud da digər beynəlxalq təşkilatlardan təminat alsın ki, bir daha İrana qarşı hər hansısa bir hərbi müdaxilə olmayacaq. Bu da yəni sual altında olan bir məsələ. Amerika bu təminatı vermək üçün nə baş verməlidir bölgədə, nələr yaşanmalıdır? Amerika bu təminatı verməsi üçün ilk növbədə Amerikanın da tələbləri var və şərtləri var. Bu nədən ibarətdir? Yenə də qeyd etməliyik. Uranın zənginləşdirilməsi məsələsi dayandırılmalıdır. İndiyə qədər zənginləşmiş uran Amerikaya təhvil verilməlidir və İran atom proqramından bir dəfəmlik imtina etməlidir. Ən azından Amerika Birləşmiş Ştatları çalışır ki, bir neçə 10 illik belə bir şərt qoysun. Amma İran bu məsələdə də
geri addım atmır. Söz açığı gözlənilməz idi İranın bu mövzuda ümumiyyətlə güzəştə getməməsi və çox israr edir təkliflərini göndərəndən sonra və geri çəkilməyəcəyi ilə bağlı müxtəlif mesajlar da ötürür. Bilirsiniz, Rəhman müəllim, bu gün İran daxilində də müxtəlif, belə deyək, siyasi baxışlar, ümumiyyətlə, siyasi idarə etmədə, ölkənin idarə etməsində çox böyük problemlər var. Yəni, fikir ayrılıqları var. Bilirsiniz ki, son dövrlərdə İran prezidentinin mövqeyi bir başqadır. Danışıqlarda əsas üzdə olan fiqur bugün İranın Xarici İşlər Naziri Arakçıdır. Və burada Sepah amili də çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, hətta Sepahın bir çox ziddiyyətli bəyanatları olmuşdu. Həm İran prezidentinə qarşı, həm İranın Xarici İşlər Nazirinə qarşı, həm də digər hökumət nümayəndələrinə qarşı. Yəni, bugün Amerika Birləşmiş Ştatları və xüsusilə Trump da belə bəyanat səsləndirmişdi ki, biz İranda hakimiyyət daxilində baş verən fikir ayrılıqlarına görə çox narahatıq və sonda kiminlə razılaşacağımızı belə təxmin edə bilmirik. Yəni, bu məsələlərdə də müəyyən boşluqlar var. Bilirsiniz ki, İranın o Molla rejiminin, o bilirsiniz, İslam Respublikasının ümumiyyətlə təməlində belə bir idarəçilik prinsipi dayanırdı ki, əgər ölkədə müharibə olacaqsa, xaos yaranacaqsa, hər vilayətin özünün bir hüququ var ki, deyək ki, hər bölgənin həm siyasi baxımdan, həm də eyni zamanda hərbi kontingenti özləri son anda qərar verərək müəyyən addımlar ata bilər. Yəni, bugün bu istiqamətdə də ciddi problemlər olduğu üçün Amerika Birləşmiş Ştatları ilə İran arasında razılaşma hələ ki mümkün görünmür.